İfadənin qiymətini tapın. Loqaritma 2 əsasdan 14. Məxrəcdəki loqaritma 56 əsasdan 2-ni tərs yazsaq, loqaritma 2 əsasdan 56 çıxılsın. Loqaritma 2 əsasdan 112 vurulsun. Məxrəcdəki loqaritma 7 əsasdan 2-ni tərsini yazırıq. Loqaritma 2 əsasdan 7 bərabərdir. Əgər loqaritma 2 əsasdan 14 əvəzinə 2 vurulsun 7 kimi yazsaq, vurulsun loqaritma 2 əsasdan 56-nın yerinə 7 vurulsun 8, yəni 2-nin kubu kimi yazsaq, çıxılsın loqaritma 2 əsasdan 112-ni də sayda vuruqlarını ayırsaq 7 vurulsun, deməli 7 vur bir dəfə 16, 7 vur 16, 16 da 2 üstü 4'dür. Vurulsun loqaritma 2 əsasdan 7. Birinci ifadəni sadələşdirək. Loqaritma 2 əsasdan 2 üstəgəl loqaritma 2 əsasdan 7. Vurulsun loqaritma 2 əsasdan 2-nin kubu, deməli yazım 2-nin kubu üstəgəlsin loqaritma 2 əsasdan 7 çıxılsın. Loqaritma 2 əsasdan 2 üstü 4 üstəgəl loqaritma 2 üstü 4 üstəgəlsin loqaritma 2 əsasdan 7. Vurulsun loqaritma 2 əsasdan 7. Əgər loqaritma 2 əsasdan 7-ni bir ailə əvəz etsək, deməli ifadəmiz olacaq bu şəkildə. Bir üstəgəlinsin A vurulsun. Loqaritma 2 əsasdan 2-nin kubu 3 eləyir. 3 üstəgəlinsin A çıxılsın. Loqaritma 2 əsasdan 2 üstü 4 4 eləyir. 4 üstəgəlinsin A vurulsun A. İfadəni sadələşdirsək 3 üstəgəlinsin. Deməli A üstəgəli 3A eləyir. 4A üstəgəlinsin A-nın kvadratı çıxılsın. 4A çıxılsın A-nın kvadratı. A kvadratları islah gedir, 4A'lar islah gedir, qalır sadəcə 3. Deməli ifadənin qiyməti 3'dür.